Look at the pictures, make up a story according to the pictures in the given order. Write at least 35 words. Şəkillərə baxın və verilən şəkil ardıcıllığına görə hekayə qurun. Ən az 35 söz yazın. Şəkillərə diqqət etsək, nümunə cavab kimi biz qeyd edə bilərik. One winter day, a boy and a girl decided to help birds because the weather was very cold. Bir qış günündə bir oğlan və bir qız hava çox soyuq olduğuna görə quşlara kömək etməyə qərar aldı. They made a bird feeder from a box and filled it with seeds so that the birds could find food. Onlar deyir ki, qutudan yemləmək üçün, yəni quşa yem verməyə başladılar və quşların tapa biləcəyi formada, yəni ərzaq tapa biləcəklərinə görə orada toxumlar əlavə etdilər. The next morning they looked outside and saw many birds happily eating. Növbəti səhəri onlar gördülər ki, yəni çöldə quşlar xoşbəxt bir şəkildə bir çox quş yeməyə başlayıblar. Since the birds were safe and fed, the children fed joyful. Quşlar sağ-salamat və yedizdirilmiş olduğuna görə uşaqlar özlərini şən hiss etdilər. They smiled at each other because they knew they had helped the birds survive the cold winter. Onlar bir-birinə baxıb güldülər, çünki onlar bilirdilər ki, onlar qış, yəni soyuq bir qışda quşların sağ qalmasına kömək ediblər. Şəkil ardıcıllığına görə nümunə cavab kimi bu şəkildə biz bir hekayə yaza bilərik. Təbii ki, hər bir tələbə öz fikrinə əsasən cümlələri qeyd etməlidir.